Bu subdepressiyadan depressiyanı nə fərqləndirir? Bir çox testlər var ki, Bu o mənim test üçün bir sual. bir çox biz öyrəşmişik, siz dediyiniz kimi. Biz öyrəşmişik. Apatiyaya düşürük. Halımız biraz dəyişir. Hə. Deyirik, mən Ay, sağ depressiyadayam. ol, hə. Hə, məsuliyyəti öz boynuma götürmürəm, çünki mən depressiyadayam. Bax, bu vəziyyətlərə subdepressiya deyirlər. Burada dərman, əsas dərman lazım olmur. Antidepressantlar lazım olmur. Depressiya ağır psixiatrik xəstəlikdir. Burada dərmanlarsız mümkün deyil. Subdepressiya isə nə cür tutalım biz bilirik də. Testlər var da, Beck testi məsələn. Testlərdən keçirdirik suallarla bu insanı və orada müəyyən olunur ki, bu depressivdir yoxsa subdepressivdir. Yəni ki, depressiyaya yaxın vəziyyət. Hə, yaxın vəziyyət. Yüngül forması da belə Yüngül deyək. forması da.